Bu il Avropa İttifaqının sülh fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək 2 dəfə artırılıb. Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır. ABŞ silahlı qüvvələrinin Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətindəki hərbi bazadan çıxarılmasına başlanılıb. Ukraynada xüsusi əməliyyat dekabra qədər qismən başa çatdırıla bilər, amma hərbi əməliyyatların tam dayandırılmasına ümid yoxdur. Bunu Rusiyalı politoloq Aleksandr Perenşiyev deyib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin təkbətək görüşü keçirilib. Eyni zamanda hər iki dövlətin başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Zəka Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinə sədr təyin olunub. İran ABŞ ilə nüvə sazişinə dair danışıqlara başlamağa hazırdır. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı deyib.